Studiyamızın qonağı Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin şöbə müdürü Elməddin Hacıyevdir. Elməddin müəllim, xoş gördük sizi. Xoş gördük, təşəkkür edirəm dəvət üçün. Bugünkü mövzumuz sahibkarların və biznesə başlamaq istəyənlərin bilik və bacarıqlarının artırılması ilə bağlı olacaq. Elməddin müəllim, elə bununla bağlı ilk sualımı vermək istirdim sizə. Biznesə başlamaq istəyən bir şəxs üçün ən vacib bilik və bacarıqları nədən ibarət olmalıdır? Sözsüz ki, hər bir fəaliyyət sahəsinin fəaliyyət sahəsində məşğul olmaq üçün orada mütləq nəzəri və praktiki biliklərə malik olmaq lazımdır. Biznes sahəsində fəaliyyət göstərmək üçün istər bu sahədə fəaliyyət göstərən sahibkarlar və yaxud da ki, biznesə başlamaq istəyən şəxslər mütləq şəkildə biznesin əsasları, sahibkarlıq fəaliyyətinə dair vacib olan bilik və bacarıqlara malik olmalıdırlar. Yəni bu bilik və bacarıqlar biz iki hissədən ibarət kimi deyə bilərik. Buna biliklər və bacarıqlar hissəsidir. Biliklər hissəsində, yəni bildiyimiz o nəzəri, deyək ki, sahibkarlığın əsaslarıdır, innovasiyadır, sonra liderlikdir, menecmentdir, marketinqdir, satışdır və digər deməli bu kimi sahələrin nəzər əsaslarını bilmək vacibdir. Bacarıqlar sahəsində isə, yəni son illər daha çox diqqət edilən sahələr emosional zəka bacarıqlarıdır ki, yəni bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarlar mütləq o emosional zəka bacarıqlarına malik olmalıdır. Birinci söylədiyimiz sahələr daha çox intellektual biliklər hesab olunsa da, son zamanlar daha çox emosional zəka bacarıqlarına daha çox diqqət ayrılır. Yəni işə götürənlərin özləri belə, yəni statistikaya baxsanız, yəni işə götürən zaman şəxsin daha çox onun emosional zəka bacarıqları daha çox onu maraqlandırır, nəinki intellektual bilikləri. Yəni daha çox bu hissəyə fikir verirlər. Bu prizmadan yanaşsaq, sahibkarlar da həm öz intellektual bilikləri üzərində işləməlidirlər, həm də emosional zəka bacarıqlarını inkişaf etdirməlidirlər. Emosional zəka bacarıqları bəlkə də biraz aydınlıq gətirin, zəhmət olmasa. Yaxşı olar. Çünki burada emosional zəka bacarıqları deyəndə şəxsin özünü ifadə etməsi, ilk növbədə bax bu hissəyə diqqət ayrılır. Təqdimat bacarıqları, kommunikasiya bacarıqları, ünsiyyət bacarıqları, özünü idarə bacarıqları, empatiya məsələsi, yəni çox vacib deməli elementlərdən biridir ki, yəni bu bilik və bacarıqlara malik olmaq hər bir şəxs eyni zamanda sahibkar və biznes fəaliyyətinə başlamaq istəyən və yaxud da bu işlə məşğul olanlara deməli bilməli olduqları məsələlərdir. Həm də sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxs mütləq istehsal edəcəyi məhsulun və yaxud da ki, təqdim edəcəyi xidmətin mütləq özü dərk etməlidir ki, yəni bu bazarda buna ehtiyac var yoxsa yox. Yəni mən bunu müştəriyə hansı formada çatdıracağam, bax bunu bilməlidir və bunun iqtisadiyyata varsa da necə təqdim edəcəm. Bunlar mütləq olan, yəni hər bir sahibkarın yəni bilməli olduqları və yaxud da ki, bu fəaliyyətlə məşğul olmaq istəyənlərin bilməli olduqları məqamlardır ki, yəni bu formada, yəni öz deməli fəaliyyətlərini təşkil etsələr, əlbəttə ki, bu sahibkarlıq sahəsində uğur qazanmaq olar. Elməddin müəllim, bəs sahibkarların biznes üzrə bilik və bacarıqları onların biznesinə necə təsir edə bilər? Yəni bu biliklərə həm intellektual, həm emosional zəka bacarıqlarına malik olmaq sahibkarların deməli sahibkarlıq fəaliyyətində uğur qazanmasına təsir göstərən ən vacib amillərdir ki, bu amilləri yəni bu biliklərə malik olmaqla hər bir sahibkar öz fəaliyyətində çox ciddi uğurlar qazana bilər. Həm də bu çevik qərar qəbul etmə məsələsində də həmin bilik və bacarıqlara malik olmaq sahibkara çox vacibdir ki, çevik qərar qəbul etməklə yəni öz sahəsində uğur qazana bilər. Həmçinin o məhsullara və yaxud da ki, bazara təqdim etdiyi xidmətlərə yeni deməli innovativ nələrsə əlavə etməklə o deməli rəqabətdə bazar rəqabətində uğur qazana bilər. Yəni sahibkara qərar qəbul etmədən tutmuş, yəni son ana qədər, yəni hədəfə çatmağa qədər, məqsədinin çatmağına qədər yəni bu bilik və bacarıqlara malik olmaq ona çox dəstək ola bilər. Sahibkarların və biznesə başlamaq istəyənlərin
bacarıqlarının artırılması üçün dövlət hansı dəstəyi görür? Hansı alətlər var bununla bağlı? Bununla bağlı, yəni sahibkarlıq sahəsində fəaliyyət göstərən digər dövlət qurumlarına yanaşı Kiçik Orta Biznes İnkişafı Agentliyində çox mühüm dəstək alətləri var. Deməli, KOB-ların bilik və bacarıqlarının artırılması istiqamətində KOB-yanın dəstək alətlərindən biri deməli KOB inkişaf mərkəzləridir ki, yəni bu alət vasitəsilə biz deməli KOB olaraq sahibkarların, startapların, biznesə yeni başlamaq istəyənlərin bilik bacarıqlarının artırılmasına dəstək göstəririk. Qeyd edim ki, KOB inkişaf mərkəzləri ölkəmizin həm regionlarda, iqtisadi rayonlar üzrə, həm də Bakı şəhərində deməli fəaliyyət göstərir və burada göstərilən xidmətlər ödənişsiz şəkildə təklif olunur. Burada deməli həm məsləhət, həm təlim xidmətləri göstərilir və burada da həmçinin biznes planlarının hazırlanmasına, yeni sahibkarlıq subyektlərinin yaradılmasına, onların dövlət qeydiyyatına alınmasına müxtəlif dəstəklər göstərilir. Digər dəstək alətlərimizdən biri bizim onlayn video təlim platformasıdır ki, bu platformada da deməli 180 təlim videosu yerləşdirilib. Həmin təlim videosuna, yəni baxmaqla, onu izləməklə hər bir şəxs deməli ondan faydalana bilər. Eyni zamanda özünü qiymətləndirmə testləri də var ki, həmin təlim videolarını izlədikdən sonra şəxs özünü qiymətləndirir. Bütün bunlar tam təmənnasızdır. Bəli, ödənişsiz şəkildə yəni həyata keçirilir. Həm də həmin təlim videolarının PowerPoint-da, yəni slayd show formatında da deməli var. Onu da sahibkar yükləyib istədiyi vaxt deməli o təqdimatlarla tanış ola bilər. Bu deməli mexanizmdən faydalanmaq üçün kobim.az saytı var ki, həmin saytda qeydiyyatdan keçməklə o təlim videolarından faydalanmaq olar. Deməli burada satış, marketinq, deməli layihə idarə etməsi, sonra ixracla bağlı, turizmlə bağlı ən müxtəlif mövzuları əhatə edən 180 təlim videosu yerləşdirilib ki, yəni bundan faydalanmaq olar. Bizim digər bilik bacarıqlarına bağlı dəstək alətlərimizdən biri KOB model müəssisədir ki, həmin model müəssisədə də müxtəlif deməli sahibkarlar bilik bacarıqlarının artırılması üçün onlara dəstək göstərilir. Digər dəstək alətlərimizdən biri də deməli Almaniyada biznes əməkdaşlığı platformasıdır ki, orada da deməli ixtisas artırma kursunda iştirak etməklə deməli sahibkar və menecerlər öz bilik bacarığını artırırdılar. Eyni zamanda biz həmin daha detallı şəkildə keçsək, yəni onların da həm KOB inkişaf mərkəzinin daxilində müxtəlif deməli istiqamətlər, müxtəlif mövzular üzrə deməli sahibkarlara, startaplara, yeni biznesi başlamaq istəyənlərə dəstək göstərilir. Və statistika varmı? Əlbəttə ki, yəni bizim KOB inkişaf mərkəzi 2020-ci ildən deməli fəaliyyətə başlayıb. İlk KOB inkişaf mərkəzimiz 2020-ci ilin fevral ayında başlayıb. Yəni bu təkcə 2024-cü il ərzində bizim deməli KOB inkişaf mərkəzlərində 13 mindən çox sahibkar, menecer və yeni biznesə başlamaq istəyən şəxsə xidmət göstərilib ki, deməli bu xidmətlər deməli həm təlimlər, həm məsləhət xidmətləri vasitəsilə göstərilib. Eyni zamanda sahibkarlara, startaplara və yeni biznesə başlamaq istəyən şəxslərə 1137 biznes planı hazırlanması dəstək göstərilib. 242 yeni KOB subyektinin yaradılmasına KOB inkişaf mərkəzləri tərəfindən dəstək göstərilib və 90-a yaxın KOB subyektinə deməli maliyyə resurslarına çıxışda dəstək göstərilibdir. Belə bir sual da vermək istəyirəm. Sahibkarların təlim ehtiyacları və təlim mövzuları nəyə əsasən müəyyən edilir? İlk növbədə deməli onların ehtiyaclarını biz müəyyənləşdiririk sorğular vasitəsilə, mütəmadi olaraq KOB tərəfindən ölkənin iqtisadi rayonları üzrə sahibkarlar arasında sorğular həyata keçirilir. Onların deməli təlim ehtiyaclarının öyrənilməsi məqsədi ilə və onun əsasında da müəyyən təlim proqramları hazırlanır. Həmçinin deməli sahibkarlardan daxil olan müraciətlər əsasında yəni biz onu müəyyənləşdiririk. Eyni zamanda strateji sənədlərdə, yəni dövlət siyasət sənədlərində də yəni o istiqamətlər müəyyənləşdiririk və həmin istiqamətlər üzrə biz
deməli sahibkarlara deməli təlim proqramı təqdim edirik və həmin təlim proqramı vasitəsilə onların bilik bacarıqlarının artırmasına dəstək göstəririk. O sorğularda hansı tipli suallar olur? Yəni necə onu müəyyənləşdirirsiniz? Sorğularda deməli olur, yəni sizin tutaq ki, konkret desək, sizin hansı istiqamətdə daha çox təlimə ehtiyacınız var? Təkcə ötən ildə hansı təlimlərdə iştirak etmisiniz? Hansı ödənişli təlimlərdə iştirak etmisiniz? Ödənişsiz təlimlərdə iştirak etmisinizmi? Dövlətin bununla bağlı hansısa bir dəstək alətlərindən xəbəriniz varmı? Və bu kimi yəni ümumi şəkildə desək, bu tipli suallar yəni onlara təqdim olunur və onun əsasında biz onu deməli peşəkar şirkətlər tərəfindən həmin sorğular keçirilir. Qeyd edeyim ki, yəni biz onu peşəkar şirkətə deməli müqavilə əsasında təqdim edirik və həmin şirkət tərəfindən ixtisaslaşmış sorğu şirkəti həmin təlim ehtiyaclarını öyrənir və KOBİ-yə təqdim edir. Bəs KOBİ-nin təşkil etdiyi təlimlərdə əsasən hansı metodlardan istifadə olunur, hansı yanaşmalar? Qeyd edelim ki, bizim KOBİ inkişaf mərkəzlərinin fəaliyyətini təşkil etmək üçün deməli operator şirkətlər cəlb olunub. Bu operator şirkətlər deyək ki, təlim, konsaltinq sahəsi ixtisaslaşmış şirkətlərdir ki, həmin şirkətlərə biz həvalə etmişik operator olaraq. Onlar həyata keçirdilər və onlarda da deməli mövzulardan asılı olaraq, auditoriyalardan asılı olaraq deməli təlim metodologiyaları, metodları dəyişir. Daha çox yəni bizim müşahidə etdiyimiz odur ki, yəni praktiki yönümlü, yəni sahibkarlar üçün bu təlimlər, yəni bu sahədə fəaliyyət göstərən şəxslər üçün təlimlər keçirsə, daha çox praktiki yönümlü təlimlərə üstünlük verilməsini biz müşahidə edirik. Eyni zamanda yəni elə mövzular var ki, onlar nəzəri mövzulardır ki, yəni onu mütləq yəni nəzəri formada çatdırmaq olur. Yəni sözsüz ki, elə mövzular da olur ki, o sırf praktiki yönümlü olmalıdır. Tutaq ki, orada case study-lərdən yəni istifadə olunur metod olaraq. Yəni tutaq ki, beyin fırtınası deyək, sonra simulyasiya metodlarından istifadə olunur ki, yəni bunlarda əsas öyrətmə yönümlü yəni alətlərdir. Bəs sahibkarlar daha çox hansı məsləhətlərə ehtiyac duyur, belə deyim? KOBİ inkişaf mərkəzlərinin deməli əsas dəstək alətlərindən biri də məsləhət xidmətləridir ki, KOBİ inkişaf mərkəzlərdə bu istiqamətdə də xidmət göstərir. Daha çox yəni statistik məsələləri nəzərə salsaq görək ki, daha çox deməli yeni biznesə başlamaq istəyənlər biznes planı hazırlanmasına bağlı deyək ki, dəstək istəyir. Satışla bağlı daha çox dəstəklər, məsləhət xidmətləri olur. Hüquqi məsləhətlər daha çox olur. Sonra qanunvericiliklə bağlı müəyyən xidmətlər deməli təklif olunur ki, yəni sahibkarlar daha çox bu sahədə məsləhətlərə ehtiyac duyurlar. Eyni zamanda müəyyən deyək ki, hüquqi sənədlərin tutaq ki, patentin alınmasına bağlı, sənədlərin hazırlanmasına bağlı müraciətlər daha çox rast gəlinir. Bir də sizin fikrinizi öyrənmək istəyirdim. Belə deyək, bir növ gələcəyə baxış. Sizin fikrinizcə sahibkarlar qarşıdakı illərdə daha çox hansı sahə üzrə biznes bacarıqlarını artırmalıdır? Yəni biz əgər dünyada baş verən, ətrafımızda baş verən hadisələri nəzərə salsaq görərək ki, daha çox yəni trenddə olan, daha çox çağırışlar olan hansı sahələrdir? Deməli bunlar ilk növbədə rəqəmsal deməli bacarıqlardır ki, yəni sahibkarlar və bu sahədə fəaliyyət göstərmək istəyən şəxslər mütləq öz rəqəmsal sahədə bilik bacarıqlarını yəni artırmalıdırlar, mütəmadi şəkildə yəni bundan məşğul olmalıdırlar. Və çünki bu bilik bacarıqları olmasa rəqəmsal sahədə biz hadisələrə çevik reaksiya verə bilməyəcəyik, çevik qərar qəbul edə bilməyəcəyik. Müəyyən bir data toplaya bilməyəcəyik. Süni intellektdən istifadə məsələləri var ki, yəni bunlar da mütləq sonra dəyişikliyə uyğunlaşmaq məsələsidir ki, yəni mütləq yəni təcrübədə də görürük ki, yəni bu sahədə, yəni bununla bağlı bilik bacarıqları olanlar mütləq yəni rəqəmsal sahəyə fikir verməlidirlər. Eyni zamanda daha çox yaşıl iqtisadiyyatla bağlı bilik və bacarıqların artırılması çox vacibdir. Deməli biz burada ətraf mühit, sosial məsələlər və sair kimi istiqamətlərə investorlar, deməli sərmayədarlar daha çox diqqət edirlər. Əgər görür ki, tutaq ki, sahibkarlıq subyektinin bu sahədə yəni hər hansı birliyi, bacarığı və yaxud da fəaliyyəti varsa, ona daha çox investisiya yatırmağı yəni düşünürlər. Yəni o istiqamətə daha çox diqqət ayırırlar. Yəni yaşıl iqtisadiyyat. Bəli, yaşıl ümumi şəkildə desə yaşıl iqtisadiyyat. Məsələn, onun alt elementləri çoxdur ki, yəni ətraf mühitdir, enerji səmərəliliyidir, dayanıqlıqdır, davamlılıqdır və sair kimi. Elmədi müəllim, bilirik ki, siz bayaq da vurğuladınız, biznes plan
əsas şərtdir demək olar ki, hər bir sahibkarın biznes planları hazırlamaq üçün KOBİ-yə hansı dəstək verir? Deməli, az öncə də qeyd etdik ki, KOBİ inkişaf mərkəzlərinin əsas dəstək fəaliyyətlərindən biri də biznes planlarının hazırlanmasıdır. Bəli. Biznes plan hər bir sahibkarın və yaxud da ki, bununla məşğul olmaq istəyən şəxsin bir xəritəsidir, bir deyək ki, istiqamətidir ki, yəni mən hardan hara gedəcəm, hansı məhsulu bazara təklif edəcəm və hansı məqsədim var. Bəli. Və bundan nə nəticə əldə edəcəm. Yəni bu mütləq şəkildə hər bir sahibkar hansı çətinliklər çəkirlər? Yəni deməli formalaşdırılır. İlk öncə deyim ki, yəni bu sahə üzrə, yəni biznes plan hazırlamaq üçün daha yaxşı olardı ki, bunu peşəkar mütəxəssisə etibar etsinlər ki, yəni o sahənin mütəxəssisi biznes planı hazırlayıb təqdim etsin. Əgər sahibkar düşünürsə ki, özü bu biznes planı hazırlamalıdır, yəni burada da deməli mütləq deməli bunun bir bazar araşdırması olmalıdır ki, yəni mən bazarı araşdırdım və hansı boşluğu tapdım və bazara nə təklif edəcəm və bundan müştəri necə faydalanacaq, mən müştəriyə necə çatacağam və mənim bu fəaliyyətlərimin komandam varmı? Yəni bunu mütləq şəkildə bilmək. Mənim maliyyə resurslarım varmı? Hansı formada maliyyə resurslarını cəlb edəcəm? Mənim maliyyə planım nədən ibarətdir? Fəaliyyət planım nədir? Yəni təşkilat planı, insan resursları, layihə komandam biz kimlərdən ibarətdir və s. bu kimi büdcə planlanması qeyd etdiyim kimi mütləq lazımdır ki, yəni sahibkar bax bununla bağlı da müəyyən biliklərə malik olmalıdır ki, o biznes planı özü hazırlaya bilsin. Yəni tövsiyə olunur ki, daha çox bunu yəni mütəxəssis bu sahənin ekspertləri daha çox yəni hazırlayıb təqdim etsinlər. Bununla bağlı da KOBİ-nin KOBİ inkişaf mərkəzlərinə müraciət etməklə həmin biznes planlarının hazırlanmasına nail olmaq olur. Və yaxud hazır biznes plandır, tutalım ki, ona korrektorlar eləmək lazımdır. Əlbəttə, yəni o formada da yəni dəstək göstərilir. Yəni əgər sahibkar özü hazırlayıbsa, yəni KOBİ inkişaf mərkəzlərinin mütəxəssisləri, yəni sahə üzrə mütəxəssisləri həmin biznes planları nəzərdən keçirir və yəni sahibkara onun boşluqlarını, çatışmazlıqlarını çatdırır və müəyyən korrektor və düzəlişlər edir. 2024-cü ildə Dövlət Universitet əməkdaşlığı çərçivəsində Azərbaycan Texniki Universitetində KOB model müəssisə fəaliyyətə başladı. Bu biznes modelini digərlərindən fərqləndirən nədir? Deməli, ötən ildən 2024-cü ilin mart ayından Azərbaycan Texniki Universitetində, yəni dövlət universitet özəl tərəfdaşlıq çərçivəsində KOB model müəssisə deməli fəaliyyətə başlamışdır. KOB model müəssisənin deməli digər dəstək alətlərindən əsas fərqi ondan ibarətdir ki, burada deməli sahibkarlar praktik olaraq deməli müəyyən avadanlıqlardan istifadə etməklə öz deməli fəaliyyətlərini, öz istehsallarını daha səmərəli şəkildə təşkil etməyi öyrənirlər praktik şəkildə və bunlar da mütəxəssislər tərəfindən yəni keçirilir. Bu da ödənişli şəkildə yəni sahibkarlara təqdim olunur. Əsas məsələ burdan ondan ibarətdir ki, sahibkar öz resurslarından səmərəli istifadə etməklə, qənaətlə istifadə etməklə daha yaxşı nəticələr əldə edə bilər, daha məhsuldar qüvvəyə çevrilə bilər ki, yəni biz bu dəstək alətini təqdim etməklə düşünürük ki, sahibkarlar bundan faydalanmaqla öz resurslarını daha səmərəli şəkildə təmin edə biləcəklər. Ötən ildə yəni biz bu deməli burdan bu dəstək alətindən bizim 100-dən çox deməli subyekt faydalanıb ki, sonradan biz deməli monitorinq əsasında müəyyən etdik ki, həmin deməli öyrənilən deməli burada öyrənilən bilik və bacarıqlar sonradan onların istehsalatlarına tətbiq etdikdən sonra çox kəskin dərəcədə deməli resursları səmərəli istifadə edib və daha uğurlu, daha yaxşı nəticələr əldə ediblər. Yəni biz bu model müəssisəni daha da genişləndirib, daha digər universitetlərdə, digər müəssisələrdə də açmağı düşünürük, planlayırıq. Elmədin müəllim, bu sual da verməyə bilmərəm. Bildiyiniz kimi CBC FM Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərir və bilirik ki, Dövlət Məşğulluq Agentliyindən KOBİ-nin birgə layihəsi var, Qarabağ KOB-ları layihəsi və onun da əsas elementlərindən biri də məhz təlimlərlə bağlıdır. Bu haqda daha ətraflı zəhmət olsa məlumat verərsiniz. İlk öncə qeyd edim ki, biz eyni zamanda biznes planlarda deməli Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarda yəni müraciət edən sahibkarlar, yəni orada fəaliyyət göstərmək istəyən sahibkarlarımız da çoxdur. Yəni buna da bağlı bizə müraciətlər olur ki, yəni onların həmin regionlarda, iqtisadi rayonlarda biznes planlarının hazırlanmasına dəstək göstəririk. Həmçinin qeyd etdiyiniz deməli Qarabağ KOB-ları layihəsi də 2023-cü ildən deməli başlayıb. Biz digər tərəfdaş qurumlarla birgə bu layihəni icra edirik.
Yəni layihənin əsas məqsədi Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, veteranların və bu kimi həssas təbəqədən, sosial həssas təbəqədən olan insanların sahibkarlıq fəaliyyətinə təşviq olunması, onların deməli biznesinin qurulmasına dəstək göstərməkdən ibarətdir. Deməli qeyd edim ki, bu günə qədər 120 yeni KOB subyektinin yaradılmasına dəstək göstərilib bu layihə çərçivəsində. Həmçinin KOBİA tərəfindən deməli burada sahibkar layihə iştirakçılarına biznes yönümlü təlimlər təşkil olunub. Bunlar satış, marketinq, insan resurslarının idarə olunması və digər layihə idarə etməsi kimi deməli müəyyən mövzulardır ki, yəni onlara təqdim olunub və həmin deməli şəxslər deməli öz bilik bacarıqlarını artırıblar. Yəni biz KOBİ olaraq həmin sahibkarların bilik bacarıqlarını artırmasına dəstək göstəririk. Digər deməli dövlət məşğulluq agentliyi isə onlara deməli sahə üzrə, yəni müraciət etdikləri sahə üzrə müəyyən avadanlıqlar təqdim edir ki, həmin avadanlıqlardan istifadə etməklə onlar öz sahibkarlıq fəaliyyətlərini deməli qurur və inkişaf etdirmiş olurlar. Yəni 2025-ci ildə də bu layihənin davam etdirilməsi nəzərdə tutulubdur. Elmədin müəllim, bu günləri bildiyiniz kimi 8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu münasibətlə bütün xanımları təbrik edirik və agentliyin biznes biliklərinin artırılması xidmətlərindən istifadə edən xanımların sayı, aktivliyi necədir və ümumiyyətcə qadın sahibkarlara hansı dəstək göstərilir və xidmətlər göstərilir? Çox sağ olun. Deməli suala görə mən də xanımlarımızı təbrik edirəm, işlərində uğurlar arzu edirəm. KOBİA-nın deməli əsas diqqət göstərdiyi deməli sosial təbəqələrdən biri də qadın sahibkarlarımızdır ki, yəni KOBİA-da xüsusi diqqət ayırır onların bilik bacarıqlarının artırılmasına. Statistik rəqəmlərə nəzər sarsaq görərək ki, KOBİA-nın deməli təklif etdiyi təlim və məsləhət xidmətlərində qadınlar fəal iştirak edirlər. Ötən ildə deməli 4000-dən çox qadın sahibkar və ya sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın KOBİA-nın bilik bacarıqlarla bağlı xidmətlərindən faydalanıblar. Eyni zamanda 300-dən çox biznes planının hazırlanmasına dəstək göstərilib qadınlar üçün. Həmçinin biz ötən il deməli bizim əsas dəstək alətlərimizdən biri olan qrant proqramında da qadınlar deməli 167 min manat maliyyə dəstəyi göstərilib o qadın sahibkara. Həmçinin deməli startap şəhadətnaməsinə bağlı qeyd edim ki, 8 qadın sahibkara ötən il startap şəhadətnaməsi təqdim olunub ki, bu da onların innovasiya fəaliyyətindən əldə etdikləri gəlirdən 3 il müddətinə azad olurlar vergidən. Həmçinin deməli 250-dən çox qadın sahibkar deməli KOBİA-nın təklif etdiyi sərgi və bazarlara çıxış xidmətlərindən faydalanıblar. Yəni bu statistik göstəricilər sübut edir ki, qadınlarımız yəni daha çox öz bilik bacarıqlarını artırmasına, bu deməli mexanizmlərdən faydalanmağa maraqlıdırlar və öz sahibkarlıq sahəsində özlərini inkişaf etdirmək, daha çox uğur qazanmaqda deməli israrlıdırlar. Yəni bu bizi sevindirir. Çox təşəkkür edirəm sizə Elmədin müəllim. Vaxt ayırıb studiyamıza gəldiyiniz üçün. Xatırladım ki, studiyamızın qonağı Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin şöbə müdürü Elmədin Hacıyev idi. Bununla da İqtisadi Həftə verilişi sona çatır. Bizim CBC FM Azərbaycan YouTube və Facebook səhifələrinə abunə olmağı unutmayın. Sağ olun.